Birinci, 101-ci sual nə yazmısan Ömür? 101'e E. Windows pəncərələrində iş zamanı aşağıdakı həmrdə. Bir də bu arada imtahana artıq Windows 10 yox 11 düşür. 11 düşür. Keçən zaman onların nəzəriyyələrinə əsasən keçəcəyik. Burada düzlüklə və sait olduğu üçün bu tip suallar verir. Biraz fərqləri var, onları izah edəcəm hamısı. Aha, 101-də deyir Windows pəncərələrində iş zamanı aşağıdakı əməliyyatlardan hansını yerinə yetirmək mümkündür? Hansılar mümkündür? Yer dəyişmə eləmək olar, bəli, bağlamaq olar, bir də böyütmə, bəli, dübbələm düz cavab olur, E variantı. 102-ni də görək. Ben 102'ye C variantı yazmışım. Driver proqram təminatı hansı növünə aid? Driver nədir Ömər? Nə driver? Mənim driver deməli periferiya qurğularını kompüterlə əlaqələndirən proqramda Kontrollerlə fərqi nədir? kontroller qurğudur, Aha. amma driver proqramdır. Hı. Driver hansına aid dedin? Hansı proqram təminatına? Sistem. Bəli, sistemin hansı hissəsindədir? Artıq servis. Sistemin bazı hissələri Hə. hansılar idi Ömər? Ümumiyyətlə Hmm, deyirik ki, sistem sistem proqram bazası. təminatı iki yerə bölünür. Baza və servis. Bazalar hansılar idi? Mən bazaya aiddir əməliyyat sistemi, Çağırhan. sonra bir də BIOS aidi səhv eləmirəmsə. Əməliyyat sistemi, şəbəkə əməliyyat sistemi, bir də əməliyyat örtükləri. Əməliyyat sistemi, şəbəkə əməliyyat sistemi, bir də əməliyyat örtükləri. Adında əməliyyat olanları idi. Servisə nələr aid idi Ömər? Servisə elə driverlərə aiddir. Aha, Sonra sonra diaqnostik proqramlar, antiviruslar, utilitlər. antivirus proqramları, Hı -hı, bəli, kilitlər. antiviruslar, utilitlər, diaqnostik proqramlar, driverlər, hər bir servisdir. Ümumiyyətcə servis nə deməkdir Ömər? Servis proqram təminatı, yəni deyəndə nə başa düşülür? Necə mənim? Servis nədir? Servisin baza proqram təminatının nə fərqi var? Onu bilmirəm mən. Baza proqram təminatı ümumi bazada olan toplu kimi görsənir, adından da göründüyü kimi. Amma servis deyən zaman artıq sənə yeni xidmətlər sunur. Artıq kompüterdə yeni xidmətlər verən proqram toplusu nədir? Servis proqramlar. Bu yeni Servis xidmətləri bir dənə proqramı. də utilitlər də eşidirik biz həmişə. Utilit nə deməkdir? Artıq sənə yeni interfeys, istifadəçiyə yeni interfeys təqdim edən proqramdır. Bu cümləni orada da işlədirik. 103-ü də görüm. Mən 103-ü yaza bilmədim. Bu bir sən nədir? Bax, şey var ya, keçən dəfə o sualı tapım deyəcəm sənə. Nədir bilirəm. Mənim o dollar işarəsidir orada Ay sağ ol. 103-də. Söyləmiş. Bu sağ. Burada dediyi dollar işarəsi ilə köçürülən zaman Mən bir dəyişmir. Olduğu kimi qalır. Artıq hərf, işarə heç nə dəyişmir. Artıq onu dəyişməmək bəli, üçün şey olur. Qadağa qoyurdu ona dəyişməyinə. Burada hansı olacaq? A variantı. Artıq dəyişmir. bəli. 104-ə bax. Mənim 104-də A variantı yazmışam. İnformasiya təhlükəsizliyinə əngəl yaradanlar necə adlanır? Lokal şəbəkənin bir sualıdır. 1, 2. Bəli, bələmdir. 105-i də görün. 105'e D variantı yazmışam. Hansı variant? Mənim D. D. Xarici qurğulara aiddir. Sərt disk, əməli yaddaş, streamer. Streamer nədir Ömər? Bəli, D var. Necə dəqiqə deyil. Xarici yaddaş qurğularına aiddir. 1, 3. Hə, streameri 4 Bəli. görürəm, deyirəm 1, 4 yoxdur axı. 1, 3. Sərt disk və streamer. D variantı düzdür. Mən də görüm streamer nədir? Mənim streamer o da Hı hı. xarici yaddaşın bir növüdür. Virus keçirməyən yaddaş idi də o. Bəli, ümumi verilənlər informasiyanı maqnit lentə yazılmasıdır. Artıq burada məlumat maqnit lentə yazılır. Maqnit lent deyirlər. Yəni Aha. Bəli, ikinci nəsil İrəli kompüterlər soruşacaqdım ki, hansı oldu. nəsil kompüterlərdə idi? Bəli, ikinci nəsil kompüterlərdə və ən əsas funksiyası odur ki, virus düşmür bu yaddaş qurğusuna. 106-nı da görüm. 106'ya C variantı yazmışam mənim. Artıq burada C variantı. Artıq burada sənə sətirlərin yox, sütunların sayını soruşur.
Sənə sətir desəm Bəli. nə yazacaqdın? Sətr desə Mhm. 5. Aysa 5-dən 1 çıxacaqdın, üstünə 1 gələcəkdi. Yəni bax rəqəmləri çıxırsan, Bəli. üzərinə 1 gəlsin. Onda 5 olurdu. Susun deyən zaman nəyə baxırıq? Oradakı hərflərə, aradakı hərflərə. Burada Bəli. neçə dənə hərf var? Hansılardır? Mən A, B, C, D. Ay, sağ ol. Deyirik 4 dənə hərf var. Ona görə sütunlar 4 olur. 107-yə bax görüm nə yazmısan? Təqdimatın Mən nümayişi hansı 107 əmrlə D hərəkət variantı. edilə bilər? Evet. Slide show. Bəli, ümumiyyətlə sənə nümayiş deyir. Nümayiş edirsə hardan olur o? Slide show-dan. Beləm düz. 108. Tamam. 108'e yazmışam B variantı. Deyir copy əmri, köçür əmri hansısa da yerinə yetirilə bilmir. Ctrl S düymələrinin kombinasiyası basıldıqda. Kontekst menünün uyğun əmri yerinə yetiriləndə olur. Kontekst menüsünü artıq copy əmrini görürük. Editdən copydə də olur. E, Burada Ctrl S yox. Ctrl nə olmalı idi? Mən Ctrl V. Və paste əmridir. Yox, Yapışdır. Ctrl C basıp kopyalayırıq. Ctrl V basıp paste Aha, edirik, sən pis, yapışdırırıq. Ctrl və C olmalıdır. aha, aslında burada S yox, S yox, C hərfi olmalı idi. Kopyala artıq C hərfi ilə olur. Ctrl V ilə dediyində paste əmridir. Yəni yapışdırmaq, kopyaladığımız şeyi yapışdırmaq. Burada bəli, B variantı düppələm düzdür. 109-a bax. Mən 109'a yazmışam. Mən 109'u yaza bilmədim. Bunu şeydir, verilənlər bazasında bu ümumi qaydadır. Ümumi 255 simvol olur. Orada limitimiz 255 simvol olur. Orada deyir ki, o həmin simvolu açdıqda artıq orada memodan istifadə olunur. Bunu səndən keçməmişik, normaldır bunu yazmamağın. Bunu keçəndə narahat ol. Hmm. Keçəcək. Burada bir dənə şey görürəm. Ee, Olemi gördüm. Ağlıma ayrı bir şey geldi. Ne əlaqə bilmirəm. Osi geldi ağlıma. Osi modeli. Osi modelinin neçə dənə səviyyəsi var Ömər? 7 dənə. Hansılardır? Mən tətbiqidir. Ən yuxarıdakı tətbiqidir. Ən aşağısı fizikidir. Hansı? Ən yuxarı səviyyəsi Tətbiqidir. təbii ki. Sonra Ən aşağı səviyyəsi kanaldır. fiziki. Fizikini Seansdır, açarsınız. nümayiş. Yaxşı, Yox. belə bir şey deyim sənə. Aha, deyəm. Məsələn, sənə sual verirəm ki, bitlər ardıcıllığı. Bitlər ardıcıllığı deyəm hansı idi Ömər? Fiziki. Fiziki idi də. Ay, sağ ol. Bəs yaxşı, tədbiqdə necə olurdu? Tətbiqdə Hı hı. sintaksin yoxlanılması, onun üzərində işlərin aparılması falan, səhvlərin düzəldilməsi, müəyyən olması, səhvlərin müəyyən olması. Okey, tamam, bu da qəbuldur. Yaxşı, bəs mənə də görüm kanalda. Kanalda deməli kadrlara bölünmə, baytlar ardıcılığı vasitəsilə ötürülmə, səhvlər barədə xəbərdarlıq, Hansı semantik özəl. Sintaksis səhvlərin yoxlanılması hansındaydı? sintaksis nümayişdə idi, semantika tətbiqidə. Hansı? Yuxarı və aşağı səviyyə arasındakı əlaqə, dialoqun yoxlanması hansındaydı? Seansdaydı da. Hı -hı. Kadrlara bölünmə, səhvlərin tapılması hansındaydı? Kadrlara bölünmə, səhvlərin tapılması kanalda. Hansı? Bir də mənə bir şeydir. Onda ağlıma gəlmişkən arxayın olum ki, yadında qalıb. Üç dənə elektron poçt protokolumuz var. Hansılardır? Mənim TCP/IP, Bir dənə. sonra yox TCP, Yox. sonra Yo, yo, yo. HTML. Yo, 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 yo. Üç dənə elektron poçt protokolunu soruşuram Ömər səndən. Onlardan iki dənəsi ötürür, bir dənəsi qəbul edir. Bəli, mənim onlar yadımda deyil. Prosta adları yadımdan çıxıb bir dəqiqə. Sən Hansı ümumi idi? əsas Bəli, mənim protokollar FTP deyirsən. idi, SMTP idi, bir də POP3 idi. ASO. FTP ilə SMTP ötürmək üçün istifadə olunan elektron poçt protokoludur. Qəbul POP3 də edirdi. qəbul edən. Ay, sağ ol. 110-a bax. Bəli. 110-cu suala C variantı yazmışam. Qovluqda yerləşən birlikdə həcminin 10 megabayt olduğunu bilərək bu qədər video faylı, bu qədər audio faylı silinir. Qalan informasiyanın həcmi nə qədərdir? Ondan 3.5 nə hansı variant yazmısan? 4. Aha. Ondan 3.5 çıxıb qalıb 6.5. Düzdürmü? Bu qədər də audio Bəli. fayl. 2560-ı bölürük neçəyə? 1024-ə. Artıq orada megabayta gedən zaman arada 1024 var. 2 üstü 10. O da eləyəcək nə qədər?
2 onda 5 4 etdim. 4 milyon falan. 2 onda 5 eləmir. Nə qədər eləyir? Mən harda? Mən 2 burada belə etmişəm. Müəllim, mən onu Yəni hamısını hamısını kilobayta çevirmişəm çevirmisən. kilobayta elə. Elə rahat deyə müəllim mənə. Sən keçəndə qədər elədin. Normal 2560-ı 1024-ə böləndə 2,5 eləyirdi. Niyə 2,5 eləmirsən onu? Mən bilmirəm, elə rahat gəlir mənə. Tamam olsun. Sən kilobaytla getsən, onda da alınır. Hamısının kilobaytı. Amma böyük rəqəmləri almamaq üçün deyirəm ki, 2,5 də onsuz, 3,5 siləndə 6,5, 6,5-dən də 2,5 çıxanda 4 qalır. Yəni hər ikisi düzgün üsulda onsuz. 11-ə baxaq. Yalnız əməliyyat 11-ə A variantı yazmışam. B variantı niyə olmadı? B-də nə pozdu? De görüm. Mən B-də Winamp var, bir də Excel. Okey, əla. C-də. C-də Word var, ona görə. Aha, okey. D-də D-də Access. Okey. Y-də də Excel var. Bəli. Bir dənə qalır A variantı. 12-ni də görüm. 12-ci Bunu da suala keçməmişik səndən. 12-ni də yaza bilmədim. 3 dənə verilənlər arası cədvəllər arası əlaqələrin ümumi 3 tipi var. Bunları da keçməmişik. Verilənlər bazasına keçəcəyik. Heç. 113-ə bax. 113-ə B variantı yazmışam. Ethernet nədir? Lokal şəbəkələrin təşkili texnologiyasıdır. Okey, dübbələn düz əla. Amma burada bir dənə sual verəcəm sənə. Bir dənə o sualı hazırlayıb qırağa qoymuşdum. Biləcəksən. Sual içərisindən sualına gedək ki, təkrarlamış ol, daha rahat olasın sənin üçün. Mənə də görən yazdığım yer tapamadım. Heç nə olmaz. Sual belə idi. Standartları soruşacaqdım səndən. Lokal şəbəkənin standartları. Ethernetdə standartlarını da görün mənə. Hansı topologiyaya uyğundur və standartı nə qədərdir? Bir də ötürmə sürəti nə qədərdir? Mən deməli Ethernetdə 10 megabayt idi. 10 megabit böl saniyə. Fast Ethernetdə 100 megabit olurdu. Bir də Şin idi mənim topologiya. Aha, hər ikisinin topologiyası Sonra şindir. Sonra bəs bir də Ethernetin standartı nə qədərdir? 802.3. Əla. Yaxşı, sonra gəlir token ringlə FTD idi. Token ringdə hansı, hər ikisində hansı topologiyadır, standartı nə qədərdir, sürəti nə qədərdir? Onları da qeyd elə. Standartı 802.5 idi. Topologiyası. Sonra halqa Okey. Sürətlərini də demənə. Token ringin sürəti nə qədərdir? 416. 416. FTD-nin sürəti nə qədərdir? Necə mənim? FTD-nin sürəti nə qədərdir? Ötürmə sürəti. 100 megabit. Ay, sağ ol. Sonra qalır 2 dənə. O ikisini də say görüm. Biri Enilan idi, Sonra 100 biri VG Artnet idi. 100 VG en idi. Onda ötürmə sürəti 100 megabitdir. Sonunda ulduzdur. Topologiya. Aha. Arknetdə O ötürmə birisində nə də qədərdir? Artnetdə də 2.5 idi. Əla. Onda da ulduz idi. Ay, Yəni çox qəşəng, çox əla. Sio. 114-ü də görüm. 114-də E variantı yazmışdım. 114-də E variantı deyirsən. Deyir lokal şəbəkəyə tələbələrin müəyyən edin. E variantı 2-4 deyirsən. Kompüterin əlaqəsi vasitələrinin mövcudluğudur. Bəli. Qrafikanın təsviri səslənmə vasitələrinin yüksək tələb. Vasitələ bir dənə o variant uyğun gəlir. E variantı. Bələm düz. 15-i də görüm. V düsturu. 15-ci Nömrələr sualı verdik 300. E variantı yazmışam. Hansı düsturdan istifadə edirsən? Mən 115-də Aha. orada simvol, sətir, səhifə düsturu var. 3 dənə S. A, V bərabərdir 3S düsturu. Kilobaytı nəyə çevirmisən? Bayta. Niyə bayta çevirmisən kilobaytı? Mənim çünki əsas vahid odur da. Aysa, bəs ən kiçik ölçü vahidi nədir? Bit. Aysa. Baytla bitin arasında 2 üstü neçə var? Baytla bitin arasında 2/3. Aysa, qalanlarının arasında bəs? Mənim qalanların arasında deməli 2/10. Aysa.
Ömer deyir Fərdi qovuşub nə işə düşdüm mən. Bu nədir? Dayanmır bunun sualları. Gəl davam Yox, eləyək. hayır. 116-nı da görüm. 116-ya yazmışam D variantı. Ee, D variantı. Baxın bir saniyə. Paragraf dialoq pəncərəsini açmaq üçün hansı lent tabından istifadə olunur? Bəli, əsas tabda. Artıq paragraf hansısa da əsasda. Home-da. Bəli, beləmdir. 117-yə bax. Paint qrafını keçməmişsən də. Yox, kompüter qrafikasını keçməmişik. Amma genişlənmələrdə deyəsən demişdik. BMP deməliyim. Məsələn, BMP. Ümumiyyətlə E variantı hansının genişlənməsidir? Bilməm, E variantı XLS Excel'in, Dodge A. Word'ün, Aha, TXT. TXT Notepad'in, Aha. sonra MDB bu hansının idi? O yadımda deyil. Bir də ən çox şey soruşurdum mən səndən. O düşmə ehtimalı var deyə təkrarlayıb soruşuram bu sualı. İcra olunan faylların genişlənməsi. Exe Combat Ay sağ ol. 118-ə bax, nə yazmısan? 118'e A variantı. Bir bədəllər çeşidlərində zamanı verilənlər bazasının yerlərini dəyişəcəkdir. Sinif sayısının artma sırası ilə. Sinifə görə artsan 8, 9, 10, 11 olacaq. 4 qalxacaq yuxarı, 9 qalacaq öz yerində, 10 öz yerində 11. Aysa 1 ilə 4 dəyişir, A dəyişir bir dənə. 119-cu sualda görüm. 119'a mən D variantı yazmışam. Lokal şəbəkədə deyir nə var? Şəbəkə konflikt. 119-u şəbəkə konflikti deyir. Nə deməkdir Ömər? Mən şəbəkə konflikti, yəni necə deyim, elə bir mən iki və ya daha çox məsələn stansiyada eyni zamanda ötürmə baş verəndə konflikt yaranır. Yəni problem yaranır ötürmə zamanı. Aysa, keçən dəfə də bu sual düşmüşdü bizə. Mən onda demişdim ki, sənə konflikt o deməkdir ki, artıq eyni anda şəbəkədən iki və daha çox kompüter eyni anda istifadə edirsə, orada şəbəkə zamanı problem yaşanır. Dedim, həmin an nə baş verir? Şəbəkə dayanırmı, yoxsa ötürmə mi dayanır? Ötürmə dayanır. Aysa, 120-ci suala nə yazmısan? Mən 120-ci suala deməli B variantı. Burada bizə deyir, C14 xanasının nəticəsini tap. C14-də sum deyir. Sum əmri nədir? Nə edirik orada? Mən samda toplayırıq da. Cəmləmə deməkdir. 12 ilə C12 ilə A14-ü cəmlə deyil. Oradan C12-dən A14-ə qədər demir. Bu nöqtə qoşan nöqtə deyil, artıq vergüllüdür. C12 və Bəli. A14 deyil. C12 Yəni əmri C12 nədir? ilə A14-ü toplamalıyıq da, ancaq ikisini. Asla. C12-də nədir? Deyir ki, B12-dən B14-ə qədər minimumunu tap. 2, 4, 8. Minimumumuz 2-dir. 2-ni götürdük. Bir də A14 deyir. A14-də də yazılıb 6. Burada da 6-nı götürürük. 2 ilə 6 da 8. Bəli, dübbələm düz. 121 də görüm. Mən 121-də yazmışam mən B variantı. Kompüterdə icra olunmaq üçün xüsusi dildə yazılmış əmrlər ardıcıldır. Proqram. Yox. Bir dəqiqə. Hə, proqram bəli. Proqram, bəli, proqramdır. Bir də açar sözlərini mənə deyənə, təkrarlı açar sözlərini. Sistemin, tətbiqinin, instrumental açar sözləri nə demək? Mən sistem emal eləyirdi. Sonra instrumental proqramın yaradılmasında iştirak edirdi. Yəni proqramı yaradan yəni proqramlaşdırmada, tətbiqdə də konkret, yox, konkret bəli. Biz istifadə edirdik də ondan tətbiqdən. Sağ, konkret istifadəçi tərz sözlər bələm düzdür. Yəni buradan baxın, buradan qeyd aparacağım sual var bu cərgədə. 117-ni yazacağım qırağa. Bircə saniyə. Yuxarılarda çətin belə 116-nın sınağımızda işlədərəm sizin. Bunları təkrarlayarıq. Burada başqa heç nə yoxdur. Qalanları asan suallardır. Aha. 122-yə bax, görüm Ömər. Mən 122-yə. Demək 122-ci sual mən E variantı olmalıydı cavab. Mən C variantı yazmışam. E variantı olmalıydı C yazmış. O biraz qəribə cavabdır. Niyə E olmalıydı, niyə C? Yəni variantda E verib. Bəli, mənim.
Baxaq, əsas variant deyir, şablon həmişə səhv ola bilər. Əsas öyrəndiyimiz qaydalara baxacaq. 122 deyirsən şablonda E verib. Kontekst menüsünün hansı mübadilə buferi vasitəsilə yerləşdirilməsi üçün kontekst Ömər, Bəli. ay Ömər. Niyə E Bəli. olduğunu düşünmürsən? Niyə 3 yox? Niyə 2? Sən C deyirsən. Niyə Mən 2 olduğunu orada kat kəsmək deməkdir axı onun. Ömər, mən bunu buradan kəssəm, başqa yerə aparsam, onun yeri dəyişmiş olmur. Bəli, olur. Burada deyir yer dəyişmə deyir də sənə. Kopyala yapışdır demir Orada sənə. sent göndərməkdir. O mənada başa düşdüm, yəni yer Yox, dəyişmə. Ömər, ümumiyyətcə kat əmrinin vəzifəsimi deyim sənə, istifadə səbəbimi deyim sənə. Bu onsuz da kəsib yerini dəyişməkdir də. Copy ilə katın əmri nədir? Fərqləri nədir? Copy eləyəndə götürürsən, başqa yerdə də istifadə edirsən, düzdürmü? Kopyalayırsan, artıq bundan bir dənə də yaradırsan. Amma katda artıq onu götürüb yerinə aparıb başqa yerə qoyursan. Yəni onun yeri Bəli. boşalır artıq, yeri dəyişmiş olur birbaşa. Yəni burada E variantıdır, yox. Yəni copy ilə katın fərqi odur ki, copy artıq köhnə yerində qalır. Kat əmrində isə artıq deyinir, köhnə yerində qalmır. Yerini dəyişirsən birbaşa. Qaranlıq qalmadı ki bu sənə. Niyə kat olduğunu bildin? Bəli, mənim. Əla. 123-ə nə yazmısan? Verilənlərin sıxılması deyir. Sıxılmanın açar sözü nəyin açar sözü idi? Mənim sıxılma arxivləşdirmədə Bəli, arxivator proqramları D variantı. 124. Abzasın stilini dəyişərkən nəyi dəyişdirmək mümkün deyil? səhifənin parametrlərini. Yoxsa ümumiyyətcə abzası dəyişirsən sən, abzasın stillərini dəyişirsən. Stil dəyişmək nəysə ümumi düzəliş eləməkdə, düzümü? Sən o stili dəyişən zaman tamam şriftini dəyişərsən, simvolun rəngini dəyişərsən, amma ümumi səhifə parametrini dəyişmərsən axı. Bələm düz. Gəl baxaq 125-ə. Kompüterin virusdan mühafizəsi. Kompüterin virusdan mühafizəsi aşağıdakı hansı üsulla yaradılır? Təbii ki, asan bir Mən üsuldur. 125-ə C variantı yazmışdım. Bəli, təbii ki, virusdan qorunmaq üçün mühafizə üçün antivirus proqramlarından istifadə olunur. Mənə de görüm hansı virusları bilirsən? Mənim Trojan var idi, sonra Turvatı var idi, Troyan, sonra 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 spamlar var. okey, polimorflar, soxulcan, tələbə virusları və s. Bəli, kimi çoxuydum. viruslar. Ən ziyanlı, yəni ən təhlükəli virus ya O da Turvatı ən idi də. az. Turvatı çünki bütün elə bir onu yük göndərən bütün kompüteri ələ keçirir. Yəni istədiyi şey eləyə bilər də. Aha, Yazılanları Troyan görə virusu. bilər, Vəsaitlərdə olmadan məlumatları. Troyan verirlər. Troyan virusu. Müharibədən adını götürüb, bəli, Trova deyirlər. Düz deyirsən. Amma orada nə edir? Əsas qorxulu olmağın, təhlükəli olmağın səbəbi sən dediyin Yəni kimi. bütün izləyə bilir də sənin elədikləri Aysən, və artıq klaviatura və izləyə sənin bilir. kompüterinin idarəsi virusu Hmm, göndərən şəxsin idarəsi altına keçir. Tələbə isə peşəkar olmayan tələbələr tərəfindən yaradıldığı üçün adından da göründüyü kimi çox da qorxulu deyil. bəli. 126-ya baxaq. 126-ya E variantı yazmışam. Neçə saniyə üzrü say gəldi. Yaxşı mənim. Aha, üzr say gəldim. 126-ya baxırıq. 126-da nə dedin? E variantı. Və nəticəsində alınan təsvirin aid olduğu növünü müəyyən skanerlə kompüterə köçürməsi bəli rastırdır. 127-yə. Mən 127-yə deməli nə yazmışam? C variantı. 127-də orada bilirik ki, ulduz işarələri, bax bu ulduz işarələri hər biri nəzərə alınır, düzdürmü? Orada neçədən Bəli. simvol var ümumi? Mən orada neçə dənə simvol var? Deməli, ümumi bir Orada dəqiqə simvollar ayrılıq 1 5 deməli 7 14 17 dənə var. 17 dənə simvol var. Tamam. İndi burada bit deyir deyə nəyə vurursan? Yox, mən 18 dənə var. Yenə birini deyəsən şey eləmək yadımdan çıxdı. 1 2 3 4 5 6 8 9 10 11 12 13 Ümumi 14. Bəli, 127-ci salda verilən 18 deyil. 18 18. dənə də çünki 144 almışam axı. Gərək 18 olsun da.
Ay say gerek 140'da damsa yok sayırsan da qabağında var gözünüzün karşısındadır. Sayırıp ulduzlarla sayandan sonra onlar da hesaba katılır. 18 tane simvol var. Ama burada sana 18 simvol var. Her bir simvol neçə bit informasiya yer tutur? 8 bit. 18'e 8'e vuranda neçə edir? 144. Cavab olur hansı variant? C variantı. Burada 144. sana artıq şey vermir. Yəni ASCII və Unicode olduğunu demir, qeyd eləmir. Ona görə sən bunu ASCII Deməli. sistemində götürürsən. Amma Unicode desəydi əlavə Hı, deyə anladım. biləcəkdik. Aldığımız cavabı 2-yə vuracaqdıq. 2 vuracaqdı bəli. Ya da elə birbaşa aldığın hərflərin sayını 16-ya da vura bilərsən. Bildirək ki, Unicode-da hər bir simvol 16 bit yer tutur. Bəs yaxşı, byte-a çevirən zaman hər bir simvol neçə byte yer tutur ASCII-də və Unicode-da? Mən ASCII-də deməli 8 bayt, Unicode-da 16. Yaxşı, simvolların sayı nə qədərdir Ömər? Mən birində deməli 256 idi, Unicode-da 65536 idi ya, belə bir şey idi. Az 65.536. O da 2 üstü 16 deməkdir. Oradan Bəli. bilirik ki, 16 bitə Birində bərabərdir. 208 idi, birində 216 idi oradan Az. birini. 127-də dedik. 128. Nə yazmısan? Mən 128 yaza bilmədim. 128-də nə deyir bizə bir dənə baxım. Verilənlər bazasında hansı əməliyyat yerinə yetirmək mümkün deyil? Sorğu axtarışını, yazının ləğv edilməsi, yazının redaktə edilməsi və s. Bunu keçməmişik deyə yazmamısan. Bunu yaza bilməməyin çox normal haldır verilənlər bazasının. Amma ümumi gəl belə rolu dildən, rolu deyəcəkdim. Bunları dildən izah eləyək bunu. A variant, bu ümumiyyətlə Bəli. verilənlər bazasında deyir hansı mümkün deyil. A variantına baxaq. Göstərilmiş meyara görə yazıların süzgəcdən keçirilməsi. İnformasiyanın sorğuya görə axtarışı təbii ki olur. Yazının ləğv edilməsi, yazının redaksiyası. Bax, baxan kimi deyirsən ki, burada yəni bu olar da, bu olar da deyəcəyim variantlar hansılardır? Yəni bu olar da, bu mümkün deyil deyə bir şey deyil. Bir çıxır bu. Necə yəni mənim? Ya baxanda Ömər deyirsən ki, bunu eləyərəm də mən burada nə var ki, yəni verilənlər məsələn bazasında bu mümkün olar, bu mümkünsüz ki, Yazının ləğv edilməsi olar, redaksiyası olar, sonra verilənlərin təkrarlanması olar. Bir bax, dənə A ilə C bax ümumiyyətcə bax fikir. Ömər deyirsən ki, göstərilmiş meyara görə yazıların süzgeçdən keçirilməsi bu filtrdir. Yəni bu filtrə verilənlər bazasında bu filtr adlanır. Yəni istədiyin kimi göstərilmiş meyara görə süzgəcdən keçirə bilirsən. Burada heç bir problem yoxdur. Bu mümkün bir haldır. Daha sonra B variantı. Açar sahələrin təkrarlanması. Bu artıq deyil. Bu çünki açar sahib sən nədir? Premier key adlanır. Burada təkrar ola bilmir. Artıq sən orada heç bir sahəni təkrar eləyə bilmirsən. Açar sahələrdə təkrarlanma mümkün deyil. Bizim variantımız olacaq burada B variantı. C-də bax, nə deyim bizə informasiyanı sorğuya görə axtarışı. Query əmri adlanır da bu. Sorğuya görə rahatlıqla axtarış etmək olur. Heç bir şey yoxdur. Yazının ləğv edilməsi delete əmridir. Yəni yazını silmək, ləğv etmək. Bunu da mümkündür, mümkün haldır. Redacted update adlanır. Böyle redaktiyası da mümkündür. Bir dənə uyğun gəlməyən açar sahələrin təkrarlanmasıdır. Yəni bunu deyirəm, bilməməyin çox normal haldır. Çünki keçməmişik. Amma keçəndə bir-iki dərsə keçəcək rahat mövzudur. Narahat olma. 129-u Yaxşı. da görüm. 29-a B variantı yazmışdım. 129B deyirsən, tətbiqi proqramları göstər. 1 və 2 deyirsən. Maqnit disklərdə xidmət proqramları. Xidməti niyə bilmirəm, hamı tətbiqi ilə qarışdırır. Xidmət deyən kimi tətbiqi gəlir hamının ağlına. Amma yox. Ümumi xidmət proqramları artıq servis hissəyə aid olan bir şeydir. Sistemin servis hissəsidir. Əlavə imkan sunan bir şeydir. Bu da sistemin bərpası, bəli, bu da servis hissəyə aiddir. Geriyə qalır 1, 2. Dübbələm düzdür. 130-u da görüm. Mənim 130-da mən cavab A variantı çıxıb. Mən B variantı yazmışdım. Gəl baxaq, görək yəni variantdan, şablondan fərqli bir şey düşünürsən. Görək necədir. Sən deyirsən A variantı çıxıb. Bəli. Deyir ki, bu formada verilən elektron performansı verilmişdir. Bu elektron ünvanda istifadəçinin adını müəyyən edin. Hə. Hə, Ömər bəy. İndi burada yəni şablonun səhv olduğunu düşünürsən. Amma şablon yenə düzdür. Yox, mən şablonun səhv olduğunu düşünmürəm. Yəni cavablarda
Yox, çıxıbdı. yəni şablonla uyğun gəlmir də düşüncən. Sən daha fərqli düşünürsən, Bəli, düzdürmü? Bax, indi Ömər, bəli. səndən bir şey soruşacağam. Burada bu söz bizə verilib, düzdürmü? Biz ümumi faylları keçən zaman ya da elektron poçt ünvanlarını keçən zaman bir şey deyirdik. Diyecəksən, virus sayfını yerləşdirim. Aha. Biz deyirdik ki, e, burada ad hissə var, bir də genişlənmə hissə var. Düzdürmü? Bu fayllarda olur da nöqtəyə qədər olan hissə fayllarda. Nöqtəyə qədər olan hissə ad hissədir. Nöqtədən sonrası isə onun genişlənməsidir. Artıq faylın tipidir. Bir də elektron poçt protokollarında bir şey deyirdik ki, artıq bu işarə, ət işarəsinə qədər olan hissə nəyimiz idi bizim? Adımız. Adıydı da, hə. Adımız. Yəni ona görə birinci faylları dedim ki, o yadına düşsün, bəlkə uyğunluğu şey deyərsən, rahat yadında qalar. Variant hansı olacaq ona görə burada? O variantı. Aysa. Sən nə yazmışdın? B. Yox. Orada yox. W-lərdə götürsən, onun da artıq tərkibindədir. O, bu işarə, ət işarəsinə qədər olan hər bir şey, bax bu əvvəli bütöv sənin ad hissəndir. Ona görə də olur A variantı. Aydın oldu? Bəli, mənim. Əla. 131-ə nə yazmısan? 131-ə E variantı. Bu normal qaydada ikiyə bölə-bölə çeviririk. Sondan əvvələ doğru yazırsan. Bəli, düppələm düz. 132. Mənim 132-də mən səhv yazmışam o sualı da. Deyir ki, format keyas əmrinin hansı əməliyyatları yerinə yetirmək olmaz. Burada düstur daxil etmək olmaz, düzdürmü? O çox böyük ehtimal. Oyuğa düstur əlavə eləmək olmur. Bəli, mənim. Bunu keçməmişik deyə 100%. Sən nə yazmısan? C Atın. variantı. Yox, yox. Ümumi dərəcə altında vermək olur. Orada heç bir problem olmur. C-ni fərqli verib desən, onu düşünmürsən. Bunu keçəndə biləcəksən, narahat olma. Keçdiklərinə bax əsas. 133-ə nə yazmısan? D variantı. Ümumi bunlar ayrıca qapalı formada olursa, bir-birlərinə qapalı formada yığılırsa bu şəbəkədir. Yaxşı, yuxarıdan aşağı açılan formada olsa, o necə olur? Şaxələnən formada olanda. Ağac strukturu da ağac formasında belə. Bu variantlardan hansını götürərsən? Ağac deməzsə sən orada. Hiyerarxik. Ay, sağ ol. 134-cü suala nə yazmısan? Mənim 134-də də cavabım səhv olub. B yazmışdım. Cavab D-dir. Bir dəqiqə, burada ən nifrət etdiyim Burada qarışıq şey. verilib. Onu tam başa düşə bilmədim. Sualın yarısını burada verib, yarısını burada ən nifrət etdiyim şeydir. Gəl belə baxaq, bura görək hələ bizə nə deyir. Deyir ki, mətn redaktorunda aşağıdakı mətn verilmişdir. Insert tables, converter, sunulan hər biri əmrinin yerinə yetirilməsindən sonra cədvəlin ikinci sütununun hansı ola bilər? Simvoldan. Ayrıca simvol olaraq buradan istifadə olunub. Səndən ikinci sütun istifadə istəyir səndən. Cədvəlləri necə verib bu formada? Malın adı, daha sonra bunlar bircə saniyə. Table, cədvəl alırsan, mətni cədvəl. To text table əmrinin yerinə yetirilməsindən sonra alınan cədvəlin ikinci sütunu. Hə, cədvəlin ikinci... Okay, tutdum, tam indi sual başa düşdüm ki, elə bilirəm sətr kimi başa düşürəm bayaqdan ki, ikinci sətr necə şey olsun axı burada. Deyirəm, ikinci sətr boş çıxır axı, boşluq olmaz, sütun deyil bizə, ikinci sütun istəyir. Ömər, Ömər, Bəli. bu neyini yazamam Bəli. ki? Mən orada biraz qarışıq gəldi orada. Aşağıdakı mətn yığılmışdır var ya, mən onu tam Ömər. Mətni boş ver. Bax, burada çəkim şəkli. Variantlardan sonra tapaq. Ömər, cədvəlin ikinci sütununu axtarsan. Birinci bax, bunu necə çəkim sənə, bax. Mənim ikinci sütun hansıdır? Bakıyam var 5O. Ay Ömər, bax bu ümumi cədvəldir, bax. Bu birinci sütun. Bəli. Bu ikinci sütunu. Bax bu formada indi burada tam çəkmək olmur. Bu 3, sonra 4 gəlir də. Bizə əsas 2 lazımdır. Ayda ikinci sütun şeydə yanvar, stul, mart odur. Ömər sus. Bax, birinci sütun, birinci yerdə gələn sözlərdir. Şəhər, Bakı, Sumqayıt, Gəncə. Düzdürmü? Burada olacaq şəhər. Sonra gələcək Bakı, sonra gələcək Sumqayıt, sonra Gəncə. Qısa-qısa yazıram ki, şey olmasın. Buradan birincilər getdi. Bax, bunlar getdi. İndi gəlirəm ikinci sütununa. İkinci sütun ikinci sözümdür. Burada olacaq malın adı. M.A yazıram. İndi Ömər burada bax, qoşaların arası boş verilib. Deməli, buram nə olacaq? Boş olacaq.
Sonra gələcək stul sözü. Stul. Sonra da gələcək hansı söz? Mart. Hə, Stul, fikir mart. Artıq verməmişəm. bu boşluğa görə bu getdi. Malın adı getdi. Stul getdi, mart getdi. Bu formada düzülür indi. Düzdürmü? Üçüncü yazırsan məsələn ay, 5, fevral, 3. O birisində də satılıb, boş, 6 boş. İndi səndən ikinci. Mənim yanvar indi olmur heç birinə. Yanvar indi getmir heç birinə. Yox, üzrsə burada heç yanvarı görmürəm. İkincidə olur yanvar. Bax, üçüncündə yazım. Üçüncüdə olacaq ay. Birinci yazılacaq ay. Sonra üçüncü sözlər axtarıram da. Sonra gəlir yanvar. Bircə saniyə. Sonra gəlir yanvar. Sonra fevral. Fevral. Sonra da nə olacaq? 3. Boş. 3. Hey 3. Bunlar da getdi. Sonra dördüncüdə burada olacaq satılıb. Sonra olacaq 5. Sonra olacaq 6. Burada boş qalacaq. Tamam boş. Çünki artıq burada söz qalmayıb. İndi bu formada düzələcək. Məndən ikinci sütunu, yəni bax, bura 1-dir, bura 2-dir, bura 3-dür sütun olaraq. Burada 4-dür. Məndən ikinci sütun istəyir Ömər, buranı istəyir. Malın D adı, variantı. malın adı, boşluq, stul, mart. Hansı variant olur? Bir dənə D variantı qalır. Bəli, Aydın oldu. Əslində çətin bir sual deyildi, maraqlı bir sual idi. Normal bəli. 135-i də görüm. Mən biosdur orada. İlkin yükləmə, bəli, ümumiyyətcə əməliyyat sisteminin yüklənməsini, ilkin yükləməni təmin edən BIOS-dur. BIOS harada yerləşir? Mən Romda. Ay, sağ ol. Ümumi BIOS nə deməkdir? Giriş-çıxış baza sistemi. Ay, sağ ol. Tərkibində hansı iki funksiyanı yerinə yetirir? Mən boot var, bir də Post. e, post. Post və boot. Post yoxlamaq, boot isə yükləməkdir. 136-ını da görüm. Mən 136-ya mən A variantı yazmışdım. Amma Ölçüsü. B variantı çıxıb. Hı. Bəli. Deyir ki, şəkildə təsvir olunan vəziyyətdə mousun sol düyməsini buraxsaq. Bax, burada sıxmısan üçdə, düzdürmü? Və burada Bəli. görürsən ki, bu mavi veribsə sənə, burada bu bunu sıxıb. Yəni hal-hazırda Bəli. mousun sol düyməsini burada sıxmısan sən. Bunu buraxsan, sol düyməsini əlindən buraxsan, artıq bu sürüşəcək özündən sonrakının yerinə. Bu buradan yer dəyişəcək. Atsız əlavə edir deyə bir şey yoxdur. Axı atsız necə əlavə eləsin? Hmm. Mən elə Atsız. bildim belə kimi Enter-ə basanda PowerPoint-da slayd əlavə edirəm məsələn Yo, yo, mən. yo, elə bir şey deyil. Burada enter demir axı sən heç enterin adını çəkmədi. Sənə deyir ki, Hmm. bas sıxdın. Düzdürmü? Sol düyməni sıxdın. Boş deyəndə nə olur? Bu avtomatik özündən sonrakından yeri dəyişir. Burada enter Bəli. demir axı sənə yeni əlavə eləmək üçün. Bir dənə baxın burada qaranlıq qalan suallardan. Bircə saniyə ümumi göz gəzdirirəm. Bu da 130 falan heç nə yoxdur. Yo, rahat suallardır. Burada məncə qaranlıq bir şey qalmadı yuxarılarda ötüb keçməyək. Mənim əvvəldə qalmadı. Əla onda davam edək. Hı -hı. De görüm 37-ni. Mən 137-də C variantı yazmışam. Deyək ki, diri çıxan olanı oyuğu almadı. 5 oyuqlasam D1-dən 4-4-ə qədər istəyir. Bunu köçürdəsən açıl avtomatik 2-yə də 3-ə də 4-ə də köçürür 12. Bir dənə linki təzəliyim də 30 saniyə qalıb buranı yazsam yarımçıq qalacaq hesablama.